Rusiyada Azərbaycanlıların vəziyyəti necədir bugün? Bilirsiniz, bir mənalı bu suala cavab vermək olmaz. Elə adam var ki, vəziyyəti çox yaxşıdır. Elə adam var ki, çətinliklə dolanır. Elə adam var ki, indi bilirsiniz, miqrasiya qanunları çox sərtləşib, imtahan vermək lazımdır. Nə bilim, tarix imtahanı, dil imtahanı və s. Və mən sizə deyə bilərəm ki, Azərbaycandan, yəni Rusiya gələn insanlar çox sayılı deyil. Yəni artıq bu, Azərbaycanda da iş çoxdur. Burada şərait yaxşılaşır. Amma orada şərait yenə deyirəm, biraz çətinləşir. Yəni gələnlər də var, gedənlər də var. Orada yaşayanlar da, məsələn, çoxdan yaşayanlar təbii özlərinə yer eləyiblər, artıq şəraitləri pis deyil. Bu yaxınlarda mən Novosibirsk şəhərdə idim. Orada bizim yaxşı belə böyük diaspora təşkilatları var və güzaranları da yaxşıdır. Bəzilərinə görüşdük, söhbət elədik. Yəni şikayət eləmirlər. O yerlərdəki, o regionlardakı qubernatorlar bu milli məsələlərə ciddi yanaşırlar. Orada problem yoxdur. Və Novosibirsk də belə şəhərlərdən biridir. Təbii ki, orada istər-istəməz erməni diasporası da var, Azərbaycan diasporası da var. Onlar məcburdurlar bir yerdə yaşamağa və təbii ki, orada yerli rəhbərliyin əsas tələbi odur ki, əmin-amanlıq olsun, sülh olsun ki, bir-birlərinə deməli müəyyən qədər bu provokasiyalar olmasın və çox ciddi buna nəzarət edirlər. Biz də səfirlik olaraq belə şeylər olanda dərhal buna reaksiya veririk, dərhal lazımlı məktublar yazırıq, lazım olanda mən özüm telefonla regionların rəhbəri ilə, qubernatorlarına, ya qubernatorların müavinləri ilə, lazım olanda prokurorlarına əlaqə saxlayıram və həmişə də sözümüz bir olur ki, Rusiya meydançasında sakitlik olmalıdır və Rusiya rəhbərliyi bunu bizdən təkidlə xahiş edir, deyə bilərəm, tələb edir və düzgün tələb edir. Mən də hesab edirəm ki, Rusiyada yaşayan diasporalar Rusiya qanunlarına tabi olmalıdır. Dağıstanın başçısı gəlmişdi Azərbaycana bu həftə, Ramazan Abdullatipov və biz onun səfəri barədə müəyyən məlumatlara malikik, amma eyni zamanda Azərbaycan Rusiyadakı səfirindən bəli, bilirsiniz, təbii ki, Dağıstan Azərbaycan qonşudur və bizim üçün Dağıstan Rusiyanın qapılarıdır. Və doğrudan da son zamanlar Ramazan Abdullatipov rəhbərliyə ora gələndən sonra çoxlu müsbət dəyişikliklər olub. Bilirsiniz ki, Dərbənddə Heydər Əliyevin adına şüşə salınıb və Azərbaycan tərəfi də yardım edib. Bu Dərbəndin yubileyin ərəfəsində o küçələrdə çoxlu abadlıq işləri görülüb və mən özüm o yubileydə oldum. Orada Azərbaycanlılarla görüşdüm. Onlar çox razıdırlar ki, onlara diqqət yetirilir. Və onu deyim ki, bu bizim üçün vacib amildir. Yəni Dağıstan Rusiyadır. Bu da sizin birinci suala qayıdaraq Rusiya-Azərbaycan münasibətləridir. Yəni Dağıstan öz-özündür. Və çox gözəl bir hadisə olub bu yaxınlarda. Elə bir gün qabaq Maxaçkalada Əziz Əliyevin abidəsi açılıb. Çox gözəl bir abidədir və şəhərin mərkəzindədir. Orada da abadlıq işləri görülüb. Orada balaca bir incəsənət məktəbi var. Orada da Azərbaycan tərəfi kömək elədi. Orada təmir işləri görüldü. Cəmaət bizi çox yaxşı, böyük bir nümayəndə heyəti getmişdi. Baş nazirin birinci müavini Yaqub Eyyubov rəhbərlik edirdi. Bizim millət vəkillərimiz, sonra sərhəd rayonların icra başçıları, Cəmil müəllim, Əziz Əliyevin oğlu, yəni Əhliman müəllim, çox belə görkəmli insanlar gəlmişdi Azərbaycandan və doğrudan da biz orada insanlarla ünsiyyətdə olduq. Yəni onları orada güclə yığmayıblar. Özləri gül çiçəklə, uşaqlarla gəlmişdilər bu açılışa. Çox gözəl keçdi. Mən hesab edirəm ki, bugün bu şəraitdə, bu vəziyyətdə Dağıstanda bir Azərbaycanlıya belə böyük bir abidə, yəni büst deyil, hansı bir lövhə deyil, böyük, gözəl bir abidə qoyulub. Bu böyük bir nailiyyətdir, bu tarixi bir işdir. Onun üçün ki, biz hamımız əvvəl-axır bu dünyadan köçəcəyik, amma o abidə qalacaq və həmişə yada salacaq ki, Əziz Əliyev Dağıstanın ən çətin günlərində, müharibə illərində oranın rəhbəri olub və insanlar o yaşda olanda, o şeyləri yadda saxlayan adamlar hamı ondan çox müsbət danışır və bu da göstəricidir. Mayın 12-sində də Bakıda Dağıstan günləri keçirilib. Çox gözəl bir Heydər Əliyev sarayında gözəl bir konsert veriblər.
sənət ustaları gəlib, sonra bir sıra biznesmenlər gəlib, burada işgüzar söhbətlər aparıblar. Hörmətli prezidentimiz onların nümayəndə heyətini qəbul edib, orada çox gözəl fikirlər söylənib. Və ona görə hesab edirəm ki, bu çox gözəl bir günlər oldu, gözəl bir hadisədir. Dağıstan bizim qonşumuzdur, ən yaxın qonşudur və həmişə onlarla münasibəti yaxşı saxlamalıyıq. Amma Ramazan Abdulətipov müxtəlif çıxışlarında Azərbaycan-Rusiya sərhədində hansısa problemlərin olduğundan da danışmışdı. Piyada keçid məntəqələrində. Problemlər var. Bəli, o problemlər nədən ibarət var idi? və bu problemlər illərlə həll olunmur. Artıq həll olunmaq üzrədir. Yəni yeni körpünün tikilməsinin qərarı qəbul olunub. Artıq layihəsi də hazırlanır, artıq sənədlər hazırlanır. Bu da çox böyükdür. Körpü elə şeydir ki, bunun layihəsi olmalıdır, bunun maliyyələşməsi olmalıdır, tikilməlidir. Bu ən azı 1-2 il çəkəcək, bəlkə 2 il, bəlkə. Yəni söhbət yalnız ondan gedir ki, geniş deyil, körpü dardır belə, yoxsa başqa səbəblər var? Genişdən başqa. Orada bilirsiniz necədir? Oradan sərhəd var, deməli, tamojnya var. Yəni biraz insanların gedib gəlmək, amma orada bilirsiniz də, məsələn, bəzi qohumlar burada yaşayır, bəzi qohumlar burada yaşayır. Orada hansısa bir usul tapmaq lazımdır, o sərhəd arası, yəni insanların gəlib gedməsi. Biraz orada məsələn doğrudan biz məsələn maşınla gedəndə biz keçirik. Amma görürük ki, ayaqla keçən adamlar olur. Bir də görürsən böyük zəmbillərinə, hansı bir yüklə aparır, daşıyır. Orada da həm bir avtobus. O doğrudan onu düz deyib. Orada müəyyən qayda-qanun yaradılmalıdır. Yəni insanların rahat gedib gəlməsi üçün şərait yaradılmalıdır orada. Ermənistan Rusiya qarşısında bir ara tələb qoymuşdu ki, bu yaxınlarda, xüsusilə bu aprel döyüşlərindən sonra ki, Azərbaycana silah satmaq olmaz. Sonra görəndə ki, cavab gəlmədi, balanslaşdırılmış tələb qoydu ki, bizə də silah satmayın, onlara da silah satmayın. Sizcə belə çağırışların əhəmiyyəti ola bilər? Bu bir qədər sadələşdirilmiş belə münasibətdir. Ölkələr arasında müəyyən öz xəttləri var. Deməli, Rusiya bizə elə-belə silah satmır ki, bu böyük müqavilələr var və bu yuridiki icra olunan müqavilələrdir. Azərbaycan bunu bazar qiyməti ilə alır, yəni vəsait verir, alır. Bunu bizə heç kəs bağışlamır. Rusiya həmişə çalışır, tarazlaşdırsın. Yəni bizə satan silahları da müəyyən qədəri bəlkə biraz köhnəsini ya da bəlkə biraz ucuzunu, yəni də, amma Ermənistana da verir. Yəni bu burada tarazlaşdırmaq məsələsi var. Amma Azərbaycan ancaq Rusiyadan yox, Azərbaycan ayrı ölkələrdən də silah alır və ala bilər. Və Rusiya da bunu çox yaxşı bilir ki, necə deyilə pulu olan ölkə əgər burada satmırlarsa gedib ayrı yerdə də onu əldə edə bilər. Ona görə rəsmi sürətdə bunlar hamısı, bunu da mən sizə deyə bilərəm ki, bunlar da göydən düşmür, necə deyirlər. Bu illərlə danışıqlar aparılır, illərlə bu mütəxəssislər gedir, gəlir. Orada sonra müəyyən olunur ki, məsələn, bizə hansı silah lazımdır. Bir zaman bunlar bizə müəyyən silahları satmırdılar. Sonra biz ona nail olduq ki, o embargo götürüldü. Yəni hansı bir silah istəyirik, pulunu veririk, onu alırıq. Və bu dünya praktikasıdır. İndi Ermənistan tərəfi bunu istəyir, istəmir. Bu elə gedir, məncə elə də gedəcək. Bu yaxınlarda mətbuatda məlumatlar yayılmağa başladı ki, Rusiya prezidenti Putin gəlir. Hətta bəzi saytlar yazdı ki, artıq təyyarə verilib. Hazırdır. Bəli, hazırdır. Çox güldüm onu oxuyanda. İndi Azərbaycan səfirsizdə sizi yaxşı bunu kim bilir? Yox, bu birisi belə jurnalist kimi bir priyomdur da. Yəni özü hazırdır, o təyyarə hazırdır. Təyyarə hazırdır. Yox, mən sizə onu deyim ki, birinci növbədə ölkə başçıları harasa gedəndə təbii ki, səfirlər və səfirliklər bunu bilirlər. Onun üçün ki, ölkə başçısı hələ belə turist kimi bir samolota minib gedə bilməz. Onun gəlməsi üçün müəyyən işlər görülür. Yəni proqram, protokol, təhlükəsiz məsələləri, rabitə məsələləri, orada çoxlu məsələlər var. Özü də Rusiya kimi ölkənin başçısı gələndə bu sizə deyim çox ciddi və məsuliyyətli bir prosedurdur. Mən bilirəm ki, cənab Putinin Azərbaycana gəlməsi gözlənilir. Amma bugünə bax məndə olan məlumata dəqiq bir məlumat mən deyə bilmərəm ki, məsələn ayın filanında ya bu tarix bu ayda ya gələn ayda gələcək danışıqlar gedir bu barədə. Təşəkkür edirəm cənab Səfir Minnətdarım.